Hər kəsə salam. Bu gün sizlərlə belə bir kompleks sualın izahına baxırıq. İlk öncə burada biz bilməliyik ki, biz buradakı 4-ün yerinə və buradakı 16-nın yerinə 4-ün yerinə ilk öncə yazmalıyıq ki, -4i kvadratı. Niyə? Çünki bunu izah edeyim. Çünki -4i kvadratı yazsaq əgər, biz bilirik ki, kompleks ədədlərdə i kvadratının qiyməti -1-dir. -4 yazsaq bu olacaq -4. Bu arada işarə bilir ki, vurmadı. Vurulsun. i kvadratın da yerinə -1 yazırıq. Bu eləyir müsbət 4. Yəni həmin bu müsbət 4'ü verir bizə. Ona görə bunun yerinə biz -4i kvadratı yaza bilərik. Həmçinin 16'nın da yerinə -16i kvadratı yaza bilərik. Çünki əvvəl dediyimə görə i kvadratın da yerinə -1 qoyanda bu da 16'ya bərabərdir. Ona görə indi buranı silək. Misalımız bu şəklə düşür. Belə olacaq ki, z kvadratı çıxılsın 4i kvadratı bölünsün z üstə gəlinsin 2i. Birinci kəsrimiz belədir. Birinci bunu sadələşdirirəm. Bərabərdir. Sürətin yerinə yazıram. Z çıxılsın 2i. Z üstə gəlinsin 2i. Niyə belə yazdım? Açıqlayacağım. Çünki biz bilirik ki, müxtəsər vurma düsturlarında a kvadrata çıxılsın b kvadratın yerinə a çıxılsın b, a üstə gəlsin b yaza bilirdik. İndi burada da elə bil ki, a kvadratın yerinə z kvadratı durub, b kvadratın yerinə 4i kvadratı durub. Yəni ona görə z çıxılsın 2, z üstə gəlsin 2 yaza bilirəm. Sonra burada z üstə gəlsin 2 ilə ixtisar gedir. Bizə qalır nə? Z çıxılsın 2i. Deməli, birinci ifadənin yerinə z çıxılsın 2i yazacağım. Buranı silək, keçək ikinci ifadəni sadələşdirək. İkinci ifadəni də eynən bunun kimi sadələşdirirəm. Z kvadratı 16'nın yerinə çıxılsın, yəni -16i kvadratı yazıram. Bölünsün z üstə gəlinsin 4i. Bərabərdir. Bunda yenə z çıxılsın 4i. Z üstə gəlinsin 4i. Bayaqki kimi bu düstura əsasən. Sonra da z üstə gəlsin 4i yazıram. Bu z üstə gəlsin 4i'lər gedir ixtisara. Qalır z çıxılsın 4i. Bunun da yerinə yazacağım. Z çıxılsın 4i. Buranı da yenə silirəm. İndi keçirik əsas məsələyə. Deməli, nə varacaq? Z çıxılsın 2i olduğu kimi yazıram qalan ifadələri. Z çıxılsın 4i bərabərdir 18 üstə gəlinsin 2i'yə. Burada z biri buradadır, biri burada. Eləyir 2z -2i -4i çıxılsın 6i bərabərdir 18 üstə gəlinsin 2i'yə. 2z saxlayıram bu tərəfdə. -6i bura keçəndə olur müsbət 6i. Və bunlar toplanacaq. Olacaq 18 üstə gəlinsin 8i'yə. Burada z tapmaq üçün hər tərəfini 2'yə bölməliyəm. Hər tərəfini 2'yə böləndə alınacaq z bərabərdir 9 üstə gəlsin 4i. Bizim cavabımız olur bu. Amma burada bizə nə soruşur? Buranı silək bir dəqiqə. Bizə deyir ki, həqiqi hissəsini tapın. Biz demişdik ki, həqiqi hissə burada 9'dur. Amma xəyali hissə desəydi, olacaq idi 4. Həqiqi hissəni soruşduğuna görə cavab olur 9.